Gününüz aydın olsun Azərbaycan xalqı. Bu Gədəbəydir. Bax, bura gördüyünüz yer Gədəbəydir. İndi Gədəbəydə olanlar bilir Gədəbəyin gözəlliyini, təbiətini, insanlarını. Nəsə bu bir reklam yox, sadəcə mən sizə çatdırmaq istəyirəm ki, Gədəbəyin tarixi abidələri, yəni mən deyərdim ki, yüzlərləndir və o tarixi abidələrdən də biri Gədəbəydə tanınmış bir era demək olar ki, tarixi olan, yəni qədim Alban kilsəsidir. Bu gördüyünüz kilsə, yəni bunun bir era, yenə deyirəm, tarixi var və bunun indi içini də sizə çəkib göstərirəm. Çox təəssüflər olsun ki, bunun bəzi, necə deyim, bilmirəm, gələn qonaqlar eləyib, bilmirəm, rayon əhli eləyib, kimsə axırı burada söküntülər aparıblar, dələduzluq eləyiblər, amma qoruyub saxlayıb bunu, rayon cəmaatı da çalışıblar qoruyub saxlamağa, belə deyək. İndi bunun içini də göstərirəm sizə. Bax millət, bu da bunun içidir, kilsənin qədim kilsədir, dediyim kimi. Bu da görürsünüz, bu kilsə. Sadəcə sizə dediyim odur ki, o bəzi insanlara aiddir. Bu qədimi tarixi abidələri qoruyaq, saxlayaq, dağıtmayaq. Yəni bunlar hamısı bugünkü gün həm maraq doğurur, həm də bizim tariximizdir. Qədimliyimizdən xəbər verir. Bu da Gədəbəyin bax açıq, yəni meşənin olan görüntüdür. Buradan da düzdür. Əvvəllər məsəl üçün bu ağaclar yox idi. İndi çıxıram buradan dəqiq göstərim. Əvvəllər burada ağac yox idi. Niyə yox idi? Onu da sizə izah edeyim. Əvvəl məsəl üçün müəyyən bir məsələlərə görə qaz yox idi. Məsəl üçün meşə kəsilirdi. Şükür Allah indi qazımız da var. Dövlətimiz sağ olsun. Bu ağaclar toxunulmayıb deyə bu ağaclar bitib. Amma bu kilsənin, vallahi deyirəm, bu kilsənin gözəlliyi gəlib görsəz daha da sizə maraqlı gələr də. Bu kilsənin gözəlliyi, düzdür, ola bizim bəzilər fikirləşir ki, bu balaca bir abidədir, nə marağı, amma bunun tarixi insana maraqlıdır. Yəni qədimiliyi maraqlıdır ki, bu cür meşənin dərinliyində kilsə. Bax, qabaqda da indi ora məsafə uzaqdır deyə vaxt baxımından gedə bilmirəm. Sizə qabaqda Qızılqaya deyilən bir yer var. Oranı da göstərərəm inşallah, qismət olar. Qızılqala onun tarixi deyə demək olar ki, bir era tarixi var. Azərbaycanın tarixi abidələri bizim qədimliyimizdən xəbər verir. Yəni onu əsas, əgər bu xalqı, dövləti sevirsənsə, bu ölkəni sevirsənsə, özünə vətənpərvər deyirsənsə, onları qorumalısan. Allah xalqımızı, dövlətimizi qorusun. Bir də sizə, yəni məsləhət görürəm, biz Gədəbəyə ziyarət edin. Düzdür, eləyirlər, gəlirlər, razı da qalırlar. Amma Gədəbəyə ziyarət eləmək özü vallahi insanın ruhu dincəlir. Gözəlliyə baxın sizə Allah. Dərin meşələr. Düzdür, meşəli olan Azərbaycan hər yeri gözəldir. Meşəli olan regionlar var, rayonlar var. Rayonlar var, hansı ki, bugünkü gün turizmlə inkişaf eləyib. O rayonlarda başqa bir gözəllik var. Amma Gədəbəyin, o ruslar deyir, dikaya priroda. O priroda təbiət, yəni o vəhşi təbiət Gədəbəydə şəxsən yəni öz sözünü deyir. Allah sizləri qorusun, Allah dövlətimizi, xalqımızı qorusun. Allah imkan yetirsin, hər kəsə gəlib istirahət eləsin və bu inəklərimizi də göstərək. Görün nə gözəl. Bu təbiətdə qidalanan inəklər təbii ki, gözəl də süd verər. Var olun Azərbaycan xalqı.